Uşaqlar, gəldik 9-11-ci əsrin sosial-iqtisadi həyatına. Deməli, əsasən uşaqlar 9-11-ci əsr haqqında bizə məlumatları daha çox ərəb səyyahları vermişdi. Yəni ki, ərəb mənbələrində görmüşük bu məlumatları. Çünki niyə? Çünki ərəblərin işğalı altında olmuşuq həmin dövrdə. Deməli, burada bizim başlıca şəhərimiz Bərdə şəhəri olmuşdu. Bərdə şəhərinə Aranın anası da deyilirdi. Aran deyəndə hara nəzərdə tutulur? Təbii ki də Şimali Azərbaycan, yəni ki, Albaniya hissəsi nəzərdə tutulurdu. Çünki həmin vaxt Bərdə ilk olaraq Albaniyanın paytaxtı olmuşdu. Daha sonra da ki, inkişaf etmiş şəhərlərimizdən biri idi. Ona görə biz Bərdəni adlandırdıq Aranın anası və yaxud da ki, başlıca şəhərimiz. Bərdədə məşhur Kürki bazarı var idi uşaqlar. Hansı bazar? Kürki bazarı. Hansı ki, Slavyan yürüşlərin nəticəsində bu bazar nə olacaq? Dağıdılacaq. Bundan başqa uşaqlar Bərdəni Bağdadla eyniləşdirirlər. Yəni ki, o qədər gözəl idi ki, Bərdə onu Bağdadla eyniləşdirirdilər. Bunu da nə tər yadda saxlayın? Baxın, bu Bərdədə də bu hərfi var, Bağdadda da bu hərf var. Bunları nə ediblər? Eyni eləyiblər. Yəni hərfləri eynidir, bunlar eyniləşdirilib. Yaxşı. İkinci başlıca şəhərimiz olmuşdu Dərbənd. Həmin dövrdə ən böyük liman şəhərimiz idi. Görürsünüz, çünki niyə? Xəzər dənizinin sahillərində yerləşirdi. Yəni bütün gəmilər buradan gəlib keçirdi, Dərbənddən keçirdi. Ona görə sizə desək ki, 9-11-ci əsrdə ən böyük liman şəhərimiz hansıdır? Deyəcəksiniz ki, Dərbənddir. Həmçinin Dərbənddə kətan parçaları da istehsal olunurdu və özünün kanalizasiya sistemləri var idi Dərbəndin. İkinci liman şəhərimiz isə uşaqlar təbii ki də Bakı idi. Ən böyük Dərbənd, ikinci isə uşaqlar, baxın bu da Xəzər dənizinin sahillərində yerləşir. Böyük liman şəhərimiz Bakı olmuşdu. Bundan başqa Bakıda həmişə kimi neft quyuları da, neft buruqları da mövcud idi həmin dövrdə. Daha sonra Təbriz şəhəri haqqında danışaq. Təbriz də uşaqlar Bağdaddan üstün tutulan şəhər idi. Deməli, Bağdadla eyni olan Bərdədir, amma Bağdaddan üstün olan, daha da üstün olan Təbriz idi. Təbriz uşaqlar bilirik ki, rəvvadilərin paytaxtı olub ilk dəfə. Bundan başqa uşaqlar Təbrizə baxaq xəritədə görürsünüz, Urmiya gölünün düz üstündədir, cənubdadır. Bundan başqa uşaqlar Təbrizi saf qızıla bənzədirdilər. Yəni o qədər gözəl şəhər idi ki, Təbriz onu saf qızıla bənzədirdilər. Daha sonra Tiflis. İlk mənbələrdə bizə deyilirdi ki, güya Tiflis də Azərbaycanın şəhəri olub, amma hazırda Gürcüstanda yerləşir bu şəhər. Tiflisin isə suyu odsuz qızdırılan hamamlar, müalicə hamamları mövcud idi. Yaxşı. Daha bir şəhərimiz olub Gəncə şəhəri. Hansı ki, siz bilirsiniz ki, Bərdə Əmirliyinin ikinci dəfə mərkəzi olmuşdu bu Gəncə şəhəri. Hansı ki, İslamla xristianlıq arasında strateji qala rolunu oynayırdı. Baxın, Gəncə də Göyçə gölünün üstündəki şəhərdir. Bundan başqa, baxın, Gürcüstandan, Qara dənizdən keçən ticarət yolları da bu Gəncədən keçirdi. Ona görə Gəncə də ticarət baxımından nə idi? İnkişaf etmişdi. Həmin dövrdə uşaqlar, baxın, Gəncə ilə Beyləqan. Baxın, Gəncə, bir də burada Beyləqan. Azərbaycandakı Səlcuq canişinliyinin mərkəzi olmuşdular. Yaxşı. Yəni sizə sual versək ki, Səlcuq canişinliyinin mərkəzi hansı şəhərlərdir? Gəncə ilə Beyləqan. Amma ərəb canişinliyinin mərkəzi hansı idi? O Dəbil ilə Bərdə idi. Yadınıza gəlir, keçmişdi. 7-ci əsrdə Dəbil, 8-ci əsrdə Bərdə şəhəri olmuşdu. Bundan başqa uşaqlar 9-11-ci əsrdə kəndlər iki yerə bölünürdü. Uluclar, bir də ki Azad kəndlilər. Hansı ki, uşaqlar, uluclar aslı idi. Kimdən aslı idilər? Feodaldan, torpağın sahibindən aslı yaşayırdılar. Daha çox aslı olduqlarına görə düzənlik ərazidə yaşayırdılar, torpağı əkib becərirdilər. Azad kəndlilər isə adından da göründüyü kimi heç kimdən aslı deyildilər. Azad şəkildə yaşayırdılar, daha çox dağlıq ərazilərdə. Yəni heç kim onlara bulaşmasın da, ona görə dağın ətəyində yaşayırdılar, dağlıq ərazilərdə yaşayırdılar. Amma dövlətə vergi ödəyirdilər. İkisinin də oxşar cəhəti dövlətə vergi ödəmələridir. Bundan başqa uşaqlar 9-11-ci əsrdə bizim 3 dənə vergimiz var. Biri üşürdür, ikincisi zəkatdır, üçüncüsü də ki cizyə. Siz əslində bunlardan zəkatla cizyəni görmüsünüz. Kimdən qalıb bizə bunlar? Ərəblərin dövrünə, yəni 7-ci əsrdən mövcuddur. Burada təzə yaranan vergimiz üşür vergisidir. Deməli, sizə sual versəm ki, 9-11-ci əsrdə təzə yaranan vergi hansıdır? Deyəcəksiniz ki, üşürdür. Bu da ki, nədir uşaqlar? Torpaqdan istifadəyə görə alınan vergi, o xəracı xaraqa xatırladır bizə. Zəkat yenə də sədəqə idi, yəni ki, varlılardan alınıb kasıblara verilirdi. Cizyə də ki, bilirik nə idi? Can vergisi idi. Bu dövrdə də olduğu kimi qalırdı.
Bu oldu vergilərimiz. Yenə deyirəm, vergi ilə torpağı qatıb qarışdırmayın. Torpaqlarımıza baxaq uşaqlar. Yenə də həmin torpaqlar divan qalmışdı, dövlətə məxsus idi. İqta qalmışdı, xidmətə görə verilirdi. Mülk hərbi xidmətə görə, üzr istəyirəm, mülk hərbiçilərin, yəni feodalların şəxsi torpağı idi, özlərinin torpağı idi və bir dənə buna diqqət eləyin. Orada bir dənə qəşəng onu qeyd edərsiniz. 9-11-ci əsrdə ən geniş yayılmış torpaq mülkiyyət forması mülk idi. Yəni ən çox mülk torpaqları var idi 9-11-ci əsrlərdə, yaxşı. Deməli, bundan başqa vəqf idi, dini idarələrə məxsusdur, yenə də qalmışdı. İcma idi, kəndlərə məxsus idi, yenə də elə olduğu kimi qalmışdı. Yəni bunlar hamısı bizə 7-ci əsrdən, yəni ki, ərəblərin dövründən qalan torpaqlar idi. 9-11-ci əsrdə də istifadə olunurdu bu torpaqlardan. Amma uşaqlar 9-11-ci əsrdə 2 dənə yeni torpaq yaranmışdı. Torpaq forması. Biri xalisə idi. Xalisə. Digəri isə ilcə idi. Deməli, xalisə nə idi uşaqlar? Xalisə hökmdarın məxsus torpaqları idi. Yəni, hökmdarın torpağı. Yaxşı. Amma nədir onun adı? İlcə isə əvvəllər kəndlilərin olub. Lakin kəndlilərin vəziyyətləri pisləşdikcə ərəb feodalları gəlib həmin o ilcə torpaqlarını neynəmişdilər? Ələ keçirmişdilər. Yaxşı. Bir də uşaqlar burada qəbalə var. Qəbalə. 9-11-ci əsrdə. Bu da icazə sənətidir. Yəni icazə, məsələn, hökmdardan və yaxud da ki, feodaldan falan icazə almaq üçün bu sənətdən istifadə olunurdu. Yaxşı, qəbalə. Bir də onu deyim ki, bizim feodal dövlətlərdə 9-11-ci əsr, feodal dövlətlərin dövründə vergilər o qədər də artırılmamışdı. Yəni, öz dövlətimizdə, ona görə ona pis bir şey deyə bilmərik. Yəni, vergilər o qədər də artırılmamışdı. Daha çox azaldılmışdı miqdarı. Bu da oldu sosial-iqtisadi həyat. Dediyim kimi, bu dərs çox sadədir, çox da bir şey yoxdur. Hansı şəhərdə nə olub? Vergilərdir, torpaq mülkiyyət formalarıdır. Demək olar ki, olduğu kimidir, 7-ci əsrdə olduğu kimidir. Sadəcə orada 2 dənə təzə torpaq mülkiyyət forması, bir dənə də təzə vergimiz var.